Hər kəsə salam. Bu gün getdik maşına qulluq eləməyə. Maşını yuyub, təmizləyib, yağını dəyişəcəyik. Gəlib çatmışıq Moykaya. Moykada növbədir. Bu dörd göz sürən dayı da özünü hamıdan ağıllı hesab eləyib gəlib qabağa keçmək istədi. İcazə vermədik. Hər öz növbəsini, sırasını gözləməlidir. Gəlib çatdıq. Qəpiyimizi bura atıb maşını yaxşıca köpükləyəcəyik. Sağından, solundan, altından, üstündən hər tərəfi maşını yaxşıca köpükləyirik. Köpüklədikdən sonra yaxşıca naforlayıram, amma mənim xoşuma gəlmədi. Yenə rasxod eləyib, qəpiklərimi atıram və bir daha köpükləyib təzədən su vuracaq. Maşını yuduqdan sonra mütləq qurulamaq lazımdır ki, ləkələri qalmasın. Maşını təmizlədikdən sonra gedirik Master Orxan yağlama mərkəzinə. Gəlib çatdıq bura. Qardaş sağ olsun kömək göstərdi, içəriyə daxil olduq. Qardaş maşının önlüyünü taxıb işə başladı. İlk öncə yağı buraxdı, sonra yağ filtrini çıxartdı, yeni ilə əvəz edəcək. Motorda qalan bütün yağları çəkdi, çıxartdı. Onu da qeyd eləmək istəyirəm ki, bura Master Orxan Əhmədli filialıdır. Sizə xidmət və gülərüz personalı sizi qarşılayacaq. Mən neçə illərdir ki, bu yağdan istifadə edirəm. Məndə maşın dizeldir. Əgər sizdə də maşınınız dizel DPF filtri varsa, C3-dən olan yağdan istifadə etməyinizi məsləhət görürəm. Yəni bu yağ olsun və yaxud da başqa yağ olsun, DPF filtri varsa C3 yazılan yağdan istifadə edin. Əgər siz də maşınınızın motorunun uzun ömürlü olmağını istəyirsinizsə, Master Orxan yağlama mərkəzinə müraciət edə bilərsiniz. Burada gördüyünüz işlər tam ödənişsizdir. Əgər maşınınızın yağını gəlib burada dəyişsəniz, bu işlər hamısı ödənişsiz olacaq. Maşının motorxanasının yuyulması və s. Yağlama mərkəzinin tək ünvanı Master Orxan Yağlama Mərkəzi. Əhmədli filialına müraciət edə bilərsiniz. Sağ olun, təşəkkürlər. 5000-dən bir.